Daxili yanma mühərrikinin qızdırıcıdan və su aldığı istilik miqdarı, soyucuya verdiyi istilik miqdarları verilir və buna əsasən sualları biz cavablandırmalıyıq. Daxili yanma mühərrikinin işi neçə taktdan ibarətdir? Daxili yanma mühərrikinin işi 4 taktdan ibarətdir. Sorma, sıxma, iş gedişi, xaric etmə taktlarından ibarətdir. Daxili yanma mühərrikinin hansı taktında yanacağın daxili enerjisi ən böyük olur? Cavabı əsaslandıraraq yazmalıyıq. Daxili yanma mühərrikinin ən böyük daxili enerji, yanacağın daxili enerjisi ən böyük işçi taktında olur. Çünki orada yanacaq sıxılır, təzyiq və temperaturu artırılır. Yanmış yanacaq üzərinə şamdan qığılcım atılır və yanacaq alışaraq öz daxili enerjisi hesabına iş görülür. Maksimum daxili enerjiyə malik olur və öz daxili enerji hesabına iş görülür. Paydaş əmsalını hesablamalıyıq. Paydaş əmsal eta bərabərdir. 1 çıxılsın, Q2 bölünsün, Q1 vurulsun, 100% olacaq. Onu da hesablasaq, 1 çıxılsın, Q2 21 bölünsün, 70. Kilojollar ixtisar gedir, ona görə yazmıram, vurulsun, 100 olacaq. Əgər 7-yə ixtisar aparsaq, burada 10, burada 3 qalır. 1-dən 10-da 3 çıxanda qalır, 10-da 7 vurulsun, 100. Sıfırlar ixtisar getdi, qalır 70%. Yəni burada da faiz var. Yəni faydalı əmsalı 70%-ə bərabər olacaq.